Bəzən ata-ananın duası, dua yəni istəmək də, istəyi zəmanət verir, övladı qoruyur ömrünün axırına qədər. İmmunitet kimidir. Heç bir mühit uşağı xarab eləmir. Çünki sən dərindən istəmirsən ki, bu Allah adamı olsun da, necə deyim, Allah adamı deyək, Allahın dostu olsun. Heç kəs xarab eləyə bilmir bunu. Biz kiçik arzularımızla övladlarımızla bədbəxt edirik. Atanın arzusuna bax, oğlum diplom alsın, ali məktəb bitirsin, geçsin yaxşı iş tapsın, evi olsun, ailəsi olsun, xoşbəxt olsun, pulu da çox olsun. Güya ki sən məsələn, deyəsən ki bu Allaha yaxın olsun, Allahın dostu olsun, bu şeylərə mane olur. Xeyr, vallahi mane olur. Biraz böyük şeylər istəyim ki, xoşbəxt olsun sözün əslində arasında. O şeylər də gələcək, o evdə, ruzi də, onlar hamısı da elə axirət işidir. Heç də dünya deyil. Hədislərdə var ki, məsələn, ev dünya işi deyil. Dünyaya aid məsələ deyil. Mini dünyaya aid məsələ deyil. Düz adam üçün, əlbəttə. Səhv adam üçün namaz da dünya olar, əba da dünya olar. Amma düz adam üçün dünya deyil.